Yay qrupları və xüsusi qruplar üçün qeydiyyat açıq elan edilmişdir. Salamlar hər kəsə, hər birinizi xoş gördük əziz şagirdlər. Bildirmək istəyirəm ki, biz 13 apreldən yay qruplarına start veririk. Həmçinin 1 maydan isə xüsusi qruplarla dərslərimizə başlayırıq. Bəs yay qruplarına, xüsusi qrupların fərqi nədir? Yay qruplarına bütün şagirdlərimiz qoşula bilər. Yəni 8-ci, 9-cu, 10-cu sinif şagirdlərin hər biri qoşula bilər imtahansız şəkildə. Biz burada mövzu sınaqları, DİM 20 sınaqları, öz şəxsi sınaqlarım, eləcə də DİM-in ikinci hissəsinin mövzularının izahı olsun, onların müzakirəsi, zəifliklərimizin tamamlanması, mətn üzərində işləmə və sair proqrama daxildir. Xüsusi qruplarımızda isə bu yalnız 10-cu siniflər üçündür. Gələn ilin əjdahalarını, yəni 11-ləri, yaxşı bal hədəfləyənləri, mükəmməl nəticə əldə etmək istəyən şagirdlərimiz, 10-cu siniflərimiz xüsusi qruplara qoşula bilərlər, lakin xüsusi qruplara imtahanla qoşula bilərlər. Bu imtahan 20 suallıq öz şəxsi hazırladığım bir imtahandır və buradan limit balı keçərək bu dərslərə qoşula bilərsiniz. Bu dərslərə nəyə görə imtahanla qoşuluruq? Çünki bu dərsdə yalnız biz tam detallı şəkildə biliyimizi möhkəmləndirmək üçün çətin sınaqlar, əvvəlki illərin buraxılış sualları, daha çətin testlər, blok tipli hətta suallar, buraxılışın ən ağır versiyalarını deyə bilərik ki, yəni biz hər tipdə burada şagirdlərimizdən bir çox çətin sualları fərqli nəşriyyatlardan seçib özüm say seçmə sualları işlətməyi düşünürəm və xüsusi qruplara dediyim kimi yalnız 10-cu siniflər qoşula bilər imtahanla 1 maydan başlayacaq, amma 13 apreldən olan qruplara isə bütün şagirdlərimiz qoşula bilər. Yay qruplarına və yaxud da xüsusi 10-cu sinif qruplarına qeydiyyat aşağıdakı nömrələr vasitəsilə mümkündür. Aşağıdakı nömrələrə yazaraq dərslərimizə qoşula bilərsiniz. Əgər gələn ilə mükəmməl şəkildə başlamaq istəyirsinizsə, o zaman dərslərimizə qoşula bilərsiniz. Son olaraq bildirmək istəyirəm ki, keçən il yay qrupuna qoşulan şagirdlərimiz bu il 11-ci sinif imtahanında əsla əziyyət çəkmədi. Çünki onlar yay qrupunda öz biliklərini tam mükəmməl şəkildə möhkəmləndirdi və avqustdan başlayan qruplarda isə sadəcə təkrar etdilər və bu onlar üçün yüksək nəticəyə gətirib çıxardı. Əgər siz də maksimum nəticə hədəfləmisinizsə, gələn yüksək nəticə əldə etmək istəyirsinizsə, o zaman indidən yayınızı boş keçirmədən səmərəli şəkildə yayınızı keçirmək istəyirsinizsə, dərslərimizə qoşula bilərsiniz. Hələlik.